Hong Kong virusu Ermənistanda aşkarlanması istər-istəməz də bizdə bu sualı doğurur ki, bizim ölkəmizdə bunun görülmə ehtimalı varmı? Ümumiyyətlə, Hong Kong virusu influenza, yəni qrip virusunun A tipinə məxsus H3N2 virusudur. İlk dəfə Hong Kongda aşkarlandığına görə bu virusun adı və Hong Kong virusu olaraq hal-hazırda tipdə keçir. Bu virusun dediyimiz kimi daha çox hava-damcı yolu ilə keçmə ehtimalı var. Bu keçən virusdur və bunu da nəzərə alarsa, hava-damcı virusu yolu ilə keçən virusların bir yerdən başqa bir keçmə ehtimalı çox-çox yüksəkdir. Ermənistanda olması bizim ölkəmizdə də bunun olma ehtimalını doğurur. Əlbəttə ki, bu təhlükə var. Amma bununla nəzərə alaq ki, bütün bunları nəzərə alaraq biz Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə qrip əleyhinə vaksin gətirilmişdir ki, artıq bu qrip əleyhinə vaksin influenzanın demək olar ki, bütün tiplərinə qarşı ciddi şəkildə qoruyucudur. Eləcə də bu Hong Kong virusuna qarşı. Ona görə də vətəndaşlar bu barədə narahat olmasınlar, qorxmasınlar. Qrip əleyhinə vaksin mütləq qoruyucudur bu etapda. Ona görə də dediyimiz kimi qrip əleyhinə vaksin vurduraraq bu qonşu ölkədə olan virusun bizə keçərsə belə təhlükəsini aradan qaldırmış olarıq ki, simptomları normal qriplə demək olar ki, eynidir. Yəni əsas nədir burada? Temperaturun yüksək olması, bədən ağrıları, yuxarı tənəffüs yolu simptomları, yəni askırma, öskürmə, burun axıntısı, gözlərdə bəzən yanma kimi şikayətlər ola bilər. Burada dediyimiz kimi əsas nədir? Qoruyuculuq çox önəmlidir burada, qorunma çox önəmlidir. Burada təkrar vurğulayıram ki, ən doğru qorunma üsulu qrip əleyhinə, influenza əleyhinə qrip vaksinidir. Bundan başqa digər məsələlər var ki, şəxsi gigiyenaya əməl olması, özündə şikayət hiss edən insanların qoruyucu maskalardan istifadə edib mütləq özünü təcrid etmələri və bir də immun sistemin yerində olması vacibdir. Ölkəmizdə hal-hazırda bu virus aşkarlanmayıbdır bugünkü statistikaya uyğun olaraq, amma olmama ehtimalı dediyimiz kimi var, ölkəmizə gəlmə ehtimalı var. Bunu da nəzərə alaraq qrip əleyhinə vaksin vuraraq bu təhlükəni də aradan qaldırmış olarıq.